Dostlar salam. Bu seriyanın 3-cü, ümumi Amazon mövzusunun isə 4-cü videosudur bu. Bu seriyada biz əvvəl Amazonla tanış olduq, sonra isə məhsul aldıq. Daha sonraki videoda isə biz, yadınızdadırsa, bu bağlamanı Kargo şirkətinə öncədən bəyan etdik. Əgər əvvəlki videoları izləməmisinizsə, bu videonu burada dayandırıb onlara baxsaz daha yaxşı olar. Çünki bu onların davamıdır, bu ən son mərhələdir. Aşağıda link qoyaram, oradan açıqlamadan daxil olub o videoları izləyə bilərsiniz. Başlayaq. Yadınızdadırsa, biz sifarişimizi verəndə, bu məhsul idi bizim sifarişimiz, Kargo şirkətinə bəyan etdik. İndi isə mənə mail gəldi. Maildə göstərilir ki, bağlamamız xarici ambara çatdırılıb. Və təbii ki, biz Smart Customs üzərindən bəyan edəcəyik hara Dövlət Gömrük Komitəsinə. Bu arada Smart Customs'ın qeydiyyatı ilə bağlı inanmıram kimdəsə problem olsun, amma yenə çətinlik olsa aşağıda rəylərə yazın. Onunla da bağlı video çəkərəm, amma YouTube'da kifayət qədər video var. Ona görə də onu çəkmədim. Daxil oluruq hesabımıza. Hesabımıza daxil olandan sonra sadələşdirilmiş bəyannamə elektron ticarət menüsünü açırıq. Orada avtomatik olaraq artıq ekrana bir pəncərə çıxır. Bu pəncərə bizim xarici ambarda olan bağlamamızdır. Gəlin bunu biz Comex-dəki bağlamamızla da yoxlayaq. Daha öncə burada öncədən bəyan et hissəsində olan bağlama artıq xarici ambardadır hissəsinə keçib. $22.99 və izləmə nömrəsində biz öncədən bəyan etmişdik. $3.95 kargo xərci hesablanıb, çəkisi yüngül olduğuna görə baxırıq ki, bəli, bu həmin bağlamadır. Bəyan et düyməsini klikləyəcəyik. Əgər sizdə bura daxil olanda bu pəncərə avtomatik olaraq çıxmırsa, bu o deməkdir ki, kargodakı bağlamamızın məlumatlarını düzgün doldurmamışıq və yaxud ümumiyyətlə doldurmamışıq, boş qalıb. Bəyan edin düyməsini klik eləyirik və ondan sonra lazımi bölmələri doldururuq. Məndə kompüter və ona aid aksesuar olduğu üçün bu bölməni seçdim. Sizdə aldığınız məhsul nədirsə, müvafiq bölməni seçə bilərsiniz. Qiymət, invoice qiyməti $22.99 və valyuta ABŞ dolları seçdim. 1 ədəd. Daşıma xərci burada avtomatik qeyd olunub, müdaxilə etmək olmur. Əlavə edin düyməsini sıxırıq. Aşağıda qaydaları qəbul edirik və təsdiq edin düyməsinə klikləyirik. Bu qədər. Smart Customs prosesimiz də artıq bitdi. Bağlamamız oradan yola salınacaq. Bir neçə gün ərzində Bakıya daxil olacaq və gömrük prosesini keçəndən sonra bizə növbəti və sonuncu mail və yaxud da SMS gələcək ki, yerli ambardadır. O zaman yaxınlaşıb Comex'in ofisindən daşınma haqqını, burada göstərilən bu $3.95 ödəyib bağlamamızı götürə bilərik. Video xoşunuza gəldisə videonu bəyənməyi unutmayın. Bu mövzuda daha çox video istəyirsinizsə kanala abunə olun. Daha çox e-ticarət, texnologiya videolar çəkməyi planlaşdırıram. Sağ olun.